Bugün sizə amin turşularının quruluşu haqqında məlumat verəcəm. Yəni amin turşuları bir-biri ilə necə birləşir? Öncə biz bilirik ki, Zulal molekulunun monomeri amin turşularıdır. Yəni 20 növ amin turşularından təşkil olunmuşdur. Say çox ola bilər, yüzlərlə ola bilər, amma növ olaraq 20 növ amin turşusundan təşkil olunmuşdur. Öncə bilməliyik ki, hər bir amin turşusu hansı hissələrdən təşkil olunmuşdur. Amin turşusu, hər bir amin turşusu amin qrupundan, radikaldan və karboksil hissədən təşkil olunmuşdur. Amin turşuları bir-birindən fərqlənir radikala görə. Yalnız radikala görə. Fərqlənmir amin qrupuna və karboksil qrupuna görə bir-birindən fərqlənmir. Fərqlənən hissəsi radikaldır. Onları bir-birindən növ olaraq fərqləndirən məhz radikal hissədir. Və mən məsələ şərtində bu reaksiyada, daha doğrusu 3 ədəd amin turşusu götürmüşəm. 1, 2, ortada olan amin turşusu və sonuncu amin turşusu. Bunlar bir-biri ilə birləşdikdə özlərindən hansı hissəni xaric edirlər? Bunu mütləq şəkildə bilməliyik. Gəlin baxaq. Birinci amin turşusu amin qrupu və karboksil qrupudur. Birinci amin turşusu zəncirə birləşdikdə, həmişə yadınızda qalsın, istənilən bir zəncirdə birinci amin turşusu özünün karboksil qrupundan yalnız OH-ı xaric edir. Hansı hissəni? Yalnız OH-ı. Hardan? Karboksil qrupundan. Amin qrupu sabit olduğu kimi qalır. Ortada yerləşən, bax bu ortada yerləşən amin qrupu isə, amin qrupu özündən həm hidrogeni, amin qrupundan həm hidrogen atomunu xaric edir, həm də karboksil qrupundan OH-ı xaric etmiş olar. Məsəl üçün bura baxaq, ortada olan. Amin qrupundan hidrogeni, karboksil qrupundan OH-ı xaric etdi. Sonuncu amin turşusu isə, bax bu sonuncu amin turşusu isə bir-biri ilə birləşdikdə yalnız amin qrupundan hidrogen atomunu xaric edir. Və burada da görürük ki, OH molekulu ilə hidrogen atomu bir-birilə birləşərək bir molekul suya ayrılır və bu zaman bir peptid rabitə yarandı. Burada da bir molekul su ayrıldı və bir ədəd peptid rabitə yarandı. 3 ədəd amin turşusu varsa zəncirdə, amin turşularının sayından bir ədəd az, yəni 2 molekul su ayrılmış olar. Peptid rabitə isə şəkilə diqqət yetirsək, görərik ki, karbon elementi ilə azot elementi arasında bir ədəd peptid rabitə yarandı. Bir ədəd peptid rabitə yarandı. Ümumilikdə zəncirdə biz neçə peptid rabitəsi gördük? 2 ədəd və su molekullarının sayına bərabərdir. Nə qədər amin turşuları varsa, həmin amin turşularından bir vahid az su molekulu, bir vahiddə az peptid rabitə yaranmış olar. Bunu mütləq şəkildə yadımızda saxlayaq. Ən vacib olan hissədə yenə deyirəm, birinci amin turşusu özünün karboksil qrupundan OH ayrılır. Ortadakı olan amin turşusu isə özündən hidrogen və OH elementini, ortada olan amin turşusu, sonuncu amin turşusu isə yalnız hidrogen atomunu, amin qrupundan hidrogen atomunu ayırır. Bizə indi məsələ şərtində bu rəqəmlər lazım olacaq. Biz bilirik ki, Zulal molekulunun kütləsi sərbəst halda 128 atom kütlə vahidinə bərabərdir. Və Zulalın bilirik ki, funksional hissəsi var, amin turşularının daha doğrusu radikal hissəsi var. Funksional hissəsi hansı oldu? Amin qrupu və karboksil qrupu funksional hissədir, radikal hissə isə 54-dür. Əgər məsələ şərtində radikal hissənin kütləsi 54 olarsa, 54 ilə biz 74-ü toplayarıq, Zulal molekulunun sərbəst kütləsi olar 128. Sərbəst şəkildədir. Aynı amin turşularının sərbəst şəkildə kütləsi 128-dir. Amma zəncirdə birləşdikdə bir-biri ilə artıq görürük ki, 128 yox, dəyişir. Nəyə görə? Çünki məsəl üçün birinci amin turşusu özünün zəncirin əvvəlində olan birinci amin turşusu özünün OH radikalını xaric edir. OH karboksildən OH-ı xaric edir. Bu zaman 128-dən biz OH-ın nisbi molekul kütləsini, yəni 16-da oksigenin nisbi molekul kütləsi, hidrogen 1-dir. Bilirik ki, bunu 17. 128-dən 17 çıxaram, 111 atom kütlə vahidinə bərabərdir. İstənilən amin turşusunun zəncirin əvvəlində birinci amin turşusunun kütləsi 111 atom kütlə vahidinə bərabərdir.
Ortada olan amin turşusu isə dedik ki, həm özünün OH-ını karboksildən, həm də amin qrupundan hidrogen atomunu xaric edir. Ona görə 128-dən biz 18-i çıxarıq. Ortada olan amin turşuların nisbi molekul kütləsi 110-a bərabər olmuş olar. Həmişə bu qaydanı yadımızda saxlayaq. Sonuncu amin turşu isə yalnız amin qrupundan hidrogen atomunu xaric etdiyinə görə 128-dən 1-i çıxarıq, 127 atom kütlə vahidinə bərabər olar. Bu nə zaman olar? Zəncirə birləşdikdə. Amma sərbəst halda neçə olar? 128 atom kütlə vahidi. Və sizə demək istəyirəm ki, müəllimlər, bəzən funksional kütlə deyirlər. Funksional kütlə, zülali hissə, qeyri-radikal hissə dedikdə, bax bu amin qrupu ilə və karboksil qrupu nəzərdə tutulur. Qeyri-radikal hissə, funksional hissə, zülali hissə, bu üçü də bir anlayışdır. Radikal hissəni isə bəzən belə adlandırırlar, qeyri-zülali hissə. Qeyri-zülali hissə dedikdə radikal hissədir ki, kütlə 54 olur. Lakin biz bu 74-ü də zülali hissənin kütləsi 74-ü biz hardan almışıq? Təbii ki, bunu indi kimyanı daha yaxşı bilənlər bilir ki, azot elementin nisbi molekul kütləsi 14-dür, hidrogen 1-dir, karbon 12-dir, oksigen 16-dır. Bunları topladıqda həqiqətən də toplasanız görərsiniz ki, zülali hissənin, yəni amin qrupu ilə və karboksil qrupun nisbi molekul kütləsi 74-də bərabərdir. Və zülali hissə verilib bizə. Əgər radikal hissə yoxdursa, onda birinci amin turşusu özünün OH-ını çıxarıq 74-dən, zəncirə birləşəndə. Neçə eləyər? 74-dən 17-yi çıxarıq, 57 atom kütlə vahidi. Ortada olan OH-ını və hidrogenini 18 çıxarıq, 56 atom kütlə vahidinə. Sonuncu isə 74-dən 1-i çıxarıq, 73 atom kütlə vahidinə bərabər olmuş olar. Bəzən bizə məsələ şərtində isə belə bir zülali hissəni tapmaq üçün və yaxud da radikal hissəni tapmaq üçün bizə məsələ şərtində köməklik edən sizə bir düsturu deyəcəm. Burada 56 ortada olan amin turşularının atom kütlə vahididir. N isə amin turşularının sayıdır. 18 isə su molekulunun nisbi molekul kütləsidir. Yəni, məsələ şərtində desək ki, 20 amin turşusu varsa, 56-nı vurarıq 20-yə, orta 56-ya, 56-nı vurarıq 20-yə, üzərinə gələrik 18. Biz bununla zülali hissəni, funksional hissənin nisbi molekul kütləsini tapmış olarıq. Və məsələ şərtində də mütləq şəkildə zulalın kütləsini verə bilərlər. Zulal molekulun kütləsi verilir. Filan qramdır. Məsəl üçün deyir ki, 5000 qramdır. Misal üçün deyirəm 6000 qramdır və s. qramla verilir. Zulal molekulunun kütləsindən isə biz tapdığımız zülali hissəni özüm fərqli yazmışam ki, gözünüz örgəşsin. Və yaxud da funksional hissənin kütləsini çıxdıqda biz radikal hissənin kütləsini qramla tapmış olarıq. Bax, bu məsələ şərtində sizə çox köməkliyinizə çatacaq. Və biz də bilirik ki, amin turşularında dedik ki, bir-biri ilə birləşdikdə peptid rabitə yaranır. Və yadmayın ki, məsələ şərtində sizin qarşınıza çıxırdı. Məsəl üçün, bir amin turşusu, amin turşuları bu cür yazsam, bir-biri ilə birləşdikdə, yaxşı yaza bilmədim indi, bunlar arasında birinci xətti quruluşu əmələ gəlir. Amin turşularının, yəni birinci xətti quruluşu əmələ gətirirlər. Bir-biri ilə peptid rabitələr ilə birləşərək xətti quruluşu əmələ gətirir. Neçə amin turşusu var burada? 4 ədəd amin turşusu var. Neçə peptid rabitə gördük? 3 ədəd. 1, 2 və 3 ədəd. Yadınızda qalsın. Birinci amin turşusu ilə sonuncu amin turşusu yalnız 1 ədəd peptid rabitə əmələ gətirir. Yəni, yalnız bir tərəfdən birləşir. 1 ədəd peptid rabitə əmələ gətirir. Amma ortada olan amin turşuları isə, ortada yerləşən amin turşuları isə 2 ədəd peptid rabitə əmələ gətirir. Həmişə yadınızda saxlayın. Məsələ şərtində verilərsə 2 ədəd peptid rabitə əmələ gətirən amin turşularının sayı, məsəl üçün 98 ədəddirsə, siz mütləq şəkildə 98 ədəd ortadakı olan peptid rabitə əmələ gətirən amin turşularının sayıdırsa, üzərinə sonuncu və birinci amin turşularının sayını da gəlməlisiniz. 98 ortadadırsa, ikisi də kənarda, deməli xətti quruluşda 100 ədəd amin turşusu olmuş olar.